10 bindən çox kanala baxacaqsınız. 10 bindən çox və gördüyünüz IP TV'lər. Bunu sizə necə eləyəcəm, açacağım, göstərəcəm və bunun qaydalarını sizə və gördüyünüz öncədən açmışam mən. Proqram hazırdır. Sizə göstərəcəm necə açmaq lazımdır kodları. Və burada aç sözünü vuraq. Home sözü vuraq. Home birinciyi vuraq. Və gəldi bura açmışam mən gördüyünüz kimi. Burada 3 büzə vuraq, üstə gəlib vuraq sarı. Ad sözünü vuraq, ad. Və burada gördüyünüz kimi sizə şəkil göstərəcəm. Bax yuxarıdakı şəkildəki kodu dəqiq yığın. Bunu sizə skanbini çəkin və telefonunuzda bunu elə formada yazmalısınız. Buradakı hamısı eyni ilə yazılmalıdır. Birinciyə də, ikinciyə də yazmaq lazımdır ki, yəni bu kod orada düzgün olsun. İkisindən sonra da adı vursam, vəssalam, telekanalın özü gələcək. Bax burada yuxarıdakı gördüyünüz kimi yazmışam IP TV. Mən də öncədən hazırdı gördüyünüz gibi burada. Və gəlib burada vurmuşam ki, və siz də başa düşərdən demək istədim. Bax məndə var gəldi və buradan baxıram kanalların birinə. Gördüyünüz kimi buradakı istənilən kanala canlı baxmaq mümkündür. 10 mindən çox kanaldır. İnternet üzərindən baxsan və gördüyün AS TV-yə gələcəm bura. AS TV gəldisə, spesiyə də baxa bilərsiniz, fərqi yoxdur. İstənilən kanala, TRT, hər bir kanala baxa bilərsiniz burada. Gördüyünüz kimi canlı yayında efirdə gedir və gördüyünüz kimi canlı efirdir və gördüyünüz kimi Trump bayrağı qucaqlayır və formada, yəni istədiyin kimi canlı yayıma baxa bilərsiniz. Evdə deysənizsə, başqa yerdəsənsə, maşından gəlsənsə, oturub baxa bilərsiniz. Və gördüyünüz kimi istənilən canlı kanala baxmaq mümkündür.